Daha salam, hər vaxtınız xeyir olsun. Bugün 6 aprel Güvən nəşrlərinin blok fənlərindən sınav imtahanları oldu. Söz verdiyimiz kimi biz 10-cu və 11-ci siniflərin informatika fənnindən video izahlarını paylaşacağıq. Artıq 11-ci siniflərin video izahı paylaşılıb. 11-ci siniflər üçün kanalda yerləşdirilibdir. Baxa bilərsiniz 11-ci siniflərin video izahlarına. İndi isə 10-cu siniflərin sınav izahına baxırıq. Suallara keçməmişdən öncə bir daha qeyd edirəm ki, informatika fənnindən çətinliyi olan blok imtahanlarına hazırlaşan hər bir abituriyent dərslərimizə qatıla bilərlər. Həm əyani, həm də onlayn formada. Əyani dərslərimiz Neftçilər ərazisində olur. Onlayn dərslərimiz isə Zoom platforması üzərindən və belə deyək də, qısa vaxtda effektiv nəticə əldə eləmək istəyən şəxsləri üçün bu dərslərimiz əlverişlidir. Əgər nəsə bir sualınız yaranarsa, yazarsınız, ətraflı suallarınızı cavablayarıq və sizə yardımcı olmağa çalışarıq. Deməli belə, indi isə keçək sınaq izahımıza. 10-cu sinif kimi bir dənə baxaq. Bəli, 10-cu sinif 1-ci qrup. Başlayaq izahlarımıza. Aha. Deməli belə, birinci sualda bizə nə deyir? Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli bir A sətri daxil edib, qeyd edib blok sınağı. Deyir B bərabərdir A.find Y. Deməli find'ın işi nədir? Find verilmiş sətirdə axtarılan simvolun hansı indeksdə olduğunu göstərir. Yəni deyir ki, A sətrində Y simvolu hansı indeksdədir? Amma mən A sətrinə baxıram, görürəm ki, A sətrində Y indeksi, Y simvolu yoxdur. Yəni Y yox. Yaxşı, onda neyniyək? Find neynirdir? Əgər hər hansısa bir element həmin sətirdə yoxdursa, yəni o indeksi göstərmir və yəni onun yerinə nə göstərirdi? Yəni -1 verəcək bu bizə. Yəni A.find Y-nin nəticəsi olacaq -1. Nəyə görə? Çünki Y simvolu A sətrində yoxdur. Onda B-nin qiyməti bərabər olacaq -1 vurulsun 3. Yəni B olacaq -3. C nə deyir? C deyir ki, A sətrindəki i-lərin sayı. İndi A sətrində gəlib saysanız, bir dənə i buradadır, bir dənə də i buradadır da. 2 dənə i var. Və 2-nin üstünə 5 gələndə bu deyir 7. C də bərabərdir 7-yə. Deyir ki, B ilə C-ni topla. Yəni, -3 ilə də 7-ni toplasaq, bu da bizə nə verəcək? 4 verəcək. Birinci sualımızın cavabı olur D variantı. 200 müxtəlif simvoldan ibarət mətn mümkün ən kiçik əlifbada kodlaşdırılmışdır. Bu əlifbada kodlaşdırılmış 2048 simvolluq mətn yaddaşda neçə kilobayt yer tutar? 200 müxtəlif simvolu kodlaşdırmaq üçün mən hansısa minimal simvollu əlifbaya baxmalıyam. Təbii ki, 256 simvollu əlifbaya baxmalıyam ki, orada minimal 200 müxtəlif simvolu kodlaşdıra bileyim. 256 simvollu əlifbada da biz bilirik ki, bir simvolumuz 8 bit və yaxud 1 baytdır. 8 bit və yaxud 1 bayt. Biz gəlib nə deyirik? Bu əlifbada kodlaşdırılmış 2048 simvolluq mətn. 2048 dənə simvolun 1 baytdan həcmini hesablayırıq. Bu deyilir 2048 bayt. Məndən bunu kilobaytla istəyir deyə. Baytı da kilobayta çevirəndə 1024-ə bölürəm 210-a. Bu da mənə nə verər? 2 kilobayt verər. Növbət sualımızın cavabı olar B variantı. Deyir ki, C1 xanasında yazılmış düsturu C1 D4 diapazonuna tətbiq etdikdə D5
xanasının qiymətini tapın. Burada sadəcə C1-in və bir də D4-ün qiymətini istəyir. Deməli, gəlin baxaq. Biz bunu D4-ə sürüşdürsək, digər xanalar bizə lazım olacaqmı? Deməli, C1-i hesablaya bilirik. Deməli, biz C1-dən D4-ə sürüşdürsək, bir hərfimizi 1 artırmalıyıq, rəqəmimizi də 3 artırmalıyıq. Burada hərfimizi 1 artıranda B burada olacaq, yəni D4-dəki düsturu deyirəm də. Hərfimizi 1 artıranda olacaq B, rəqəmimiz olduğu kimi qalacaq. Vurulsun dollar B1. Dollar B1 də, yəni burada hərfimiz olduğu kimi qalacaq, rəqəmimiz 4 olacaq. İndi burada da B1 və B4-ün qiymətləri verilibdir deyə bizə. Deməli, biz gəlib burada nə edirik? Sadəcə, onsuz da burada mənə nöqtəli vergül verib. Yəni, bunun açılışında sadəcə məndən C1 və D4-ün cəmini istəyir. Yəni, bu bir diapazon deyil. Birdən gələrsiniz, bunun hamısını bir-bir sürüşdür. Bu xanaların hər birini tap, sonra onların qiymətlərini tap. Bu uzun prosesdir. Çünki məndə burada nöqtəli vergülsür. Təkcə bu iki xananın qiymətini tapmaq mənə kifayət eləyər. Birinci A1-i B1-ə vururam. A1-in qiyməti 1-dir, B1-in qiyməti 3-dür. A1-i B1-ə vuranda bu eləyəcək 1 vur 3. Bu yəni 3 deməkdir. D4-ün də qiyməti B1 vuraq B4-dür. B1 3-dür, B4 də 2-dir. 3-ü də 2-yə vuranda bu da eləyər 6. 3 ilə də 6-nı toplasaq 9 alarıq. 63-cü sualda cavabımız C variantı. Yəni, sadəcə mən C1-dəki düsturu sürüşdürdüm D4-ə. C1-də düsturun vəziyyəti C1-dən D4-ə sürüşdürəndə hərfimiz 1 artırdı, rəqəmimiz də 3 artırdı. Yəni, mən C1-də hansı düstur verilibsə, A dollar 1 vurulsun, dollar B1 deyil. Dollar olanlar mütləq dolları sürüşdürəndə dəyişə bilmərəm. Deməli, A-nı 1 artırıram, olur B, dollar olan dəyişmir. Yəni, qarşısında dollar olan dəyişmir. Onda burada da dollar B-ni olduğu kimi saxlayıram, rəqəmimi artırıram, olur 4. Və qiymətləri yerinə qoyub hesablayıram, nəticəyə alıram C variantı 9. Aşağıda verilmiş proqram fraqmenti klaviaturadan daxil edilmiş 2 ədədin son rəqəminin cəmini tapmaq üçün qurulub. Nəticənin doğru alınması üçün hansı sətirlərə düzəliş eləmək lazımdır? Deməli, biz daxil edilmiş 2 ədədin, ədəd deyirsə, 1-ə 2-yə düzəliş lazımdır, 100%. Niyə? Çünki bu ədəd deyil, axı sətr daxil eləyir. Yəni, olduğu formatda input verilənləri sətr tipində daxil eləyir. Biz ədəd tipində düzəltməliyik onu. Sonra deməli 1-2 sonra bizə nə deyirdi? Deyir ki, daxil edilmiş 2 ədədin son rəqəminin cəmini tapmaq üçün qurulubdur. Bir də burada C bərabərdir A-nın 10-a bölünməsindən alınan qalıq. Bu C-nin sonuncu rəqəmini tapacaq. Bu C-nin sonuncu rəqəmini tapır. Amma 4 sonuncu rəqəmi tapmır. Yəni, B-nin sonuncu rəqəmini tapmaq üçün B-nin də 10-a bölünməsindən alınan qalığı tapmaq lazımdır. Yəni, 4-də də yanlış var. Və cəm. Cəm də burada C vur D yazılıb. Bu hasildir. Cəm deyil. Cəm olmaq üçün plus olması lazım idi. Deməli, 1, 2, 4, 5 sətirlərinin hər birində yanlış var. Yəni, burada A int input, B int input, C A-nın faiz 10 işarəsi ilə, yəni A-nın ona bölünməsindən alınan qalıq, D, B-nin ona bölünməsindən alınan qalıq, print C plus D olmalıydı. 64-cü sualda. 65-ci sualda nə deyir? Deyir ki, verilənlər bazası cədvəlində buraxılış domeninə görə artan sıra ilə çeşidləmə apardıqdan sonra 3-cü yazıda yerləşən şagirdin blok və buraxılış balları arasındakı fərqi tapın. Deməli belə. Buraxılış domeni, yəni buraxılış sütunu deməkdir. Mən buraxılış sütununa görə çeşidlədikdə, amma çeşidləməyə də baxaq, artan sıra ilə çeşidləmə deyir. Artan nə deməkdir? Azdan çoxa doğru. Deməli, birinci yerdə gəlib dayanacaq ən az balı olan Tomris. Birinci yerdə gəlib dayanacaq Tomris. Sonra ikinci yerdə gəlib kim dayanacaq? 100-dən sonra artan sıra ilə burada 146 var. 146 kimdir? Ülvi. Ülvi. Sonra üçüncü yerdə
150 bal var. 150 bal kimdir? Üzeyir. Ülvi və bir də Üzeyir. Deməli, bizdən də nə istəyirdi? Üçüncü yazda yerləşən şagirdin. Üçüncü yazı Üzeyirdir. Üzeyirin blok və buraxılış fənləri arasındakı fərqi. 270 çıxılsın 150. Bunun da fərqinə verir bizə 120. Deməli, 65-ci sualda da cavabımız D variantı olar. Keçdik irəlilərə. Deməli, deyir ki, elektron cədvəldə A5 xanasına yazılmış SAM A1 A4 böl 3 düsturunun nəticəsi 15-ə bərabərdir. A1 A5 diapazonundakı xanaların qiymətlərinin ədəd ortasını tapın. Əgər SAM A1 A4 böl 3-ün açılışı nədir? SAM A1 A4 böl 3. Bu yəni o deməkdir ki, bunun nəticəsi neçədir? 15-ə. Gəlin bunu 15 yazaq. Şimdi bu düsturun açılımı belədir də. A1 plus, A2 plus, A3 plus, A4 bölünsün 3 bərabərdir 15-ə. Onda bu 4 dənə xananın cəmi A1, A2, A3, A4 nəyə bərabər olar? 45-ə. Və bu düstur hansı xanaya yazılıbdır? Bu düstur A5 xanasına yazılıb da. İndi məndən deməli onda bu 45 nəyin qiymətidir? A5-in qiymətidir də. Deməli məndən nə istəyir? Deyir ki, A1, A5 diapazondakı xanaların ədəd ortası. Yəni A1-dən A5-ə qədər ədəd ortanı tapmaq istəyirəmsə, mən A1, A2, A3, A4 və bir də A5-in cəmin bölməliyəm 5-ə. İndi gəlin baxaq. Buradan bura qədər hesablayıb almışam 45. Burada gəlib almışam 45-də. Onda bu 90 bölək 5 eləyər. 90 da gəlib 5-ə bölsəm 18 düşər. 66-cı sualda cavabım Y variantı olar. Ölçüləri 5, 7, 9 kilobayt, 11 kilobayt olan fayllar sərt diskdə neçə kilobayt yer tutar? Bir klaster 8 bayt. Elə bu 5 kilobaytlıq fayl bir klasterə yazılacaq. Bu 8 kilobayt yer tutacaq. 7 kilobaytlıq faylda bir klasterə yazılacaq. Bu da 8 kilobayt yer tutacaq. Amma 9 kilobaytlıq fayl 2 klasterə yazılır. Bir klasterə yazıla bilməz. 1 kilobayt hissə qalır. O növbəti klasterə mütləq yazılır. Deməli, onda bu 2 klasterə əhatə eləyəcəksə, diskdə 16 kilobayt yer tutacaq. 11 kilobaytlıq faylda 2 klasteri əhatə eləyəcək. Ona görə bu da 16 kilobaytlıq bir yeri tutmuş olacaq. Birlikdə 8, 8, 16, 16, 32, 16, 48 kilobayt yer tutmuş olacaq bunlar diskdə. 67-də cavabımız B. Deyir ki, tənliyin bərabərliyində sol tərəfdə verilmiş, tənliyində bərabərliyin sol tərəfində verilmiş say sisteminin ən böyük rəqəmini tapaq. Deməli, 23x üstəgələk 14x. Gəlin biz bunların hər birin müxtəlif say sistemlərində hesablama əməliyyatı etmək çətindir deyə bildiyimiz say sistemində hesablama əməliyyatı aparaq. Bunları onluq say sisteminə çevirsək, alarıq 2x plus 3 üstəgələk x plus 4 bərabərdir 3, 7, 21 üstə də 4 gələndə 25-ə. Buradan alırıq ki, 3x plus 7 bərabərdir 25-ə. Buradan 3x bərabərdir 25-dən 7-sini çıxsaq 18x də bərabərdir 6-ya. Deməli, bərabərliyin sol tərəfindəki əməliyyat 6-lıq say sistemində aparılır və 6-lıq say sisteminin də ən böyük rəqəmi 5-dir. Sonra nə deyir? RGB standartında deyir, faylın həcmini hesablayın. Hesablayaq, görək nə alırım. Bilirik ki, RGB standartında rəng dərinliyi 3 baytdır. Yəni, rəng dərinliyi də bilirsiniz ki, bir pikselin həcmi deməkdir. Bilmirsinizdə gəlin öyrədək. Deməli, burada nə edirik? Bir pikselin həcmin vururuq təsvirin ölçüsünə 1024 vurulsun 2048-ə. Deməli, bu da nə verər? 3 vurulsun 2 üstü 10 vurulsun 2 üstü 11. Bu da eləyir 3 vurulsun 2 üstü 21 nə bayt. Bunu da megabayta çevirə bilərik. Megabayta çevirsək 6 megabayt var da burada. Baytdan megabayta keçəndə 2 üstü 20-yə bölərik. 2 üstü 20-yə bölsək 3 vur 2. Bu da eləyir 6 megabayt
Cavabımız 69-da C variantı. Müəllim dərsi lövhədə yazaraq izah edir. Hə, yazaraq izah edir. Şagirdlər hansı növ informasiyanı qəbul edirlər? Bu sual təkrar sualdır. Çox güman ki, güvənin əvvəlki sınıflarında istifadə olunur. Deməli, uşaqlar həm burada bir vizual informasiya alırlar. Vizual olan variantı mütləq seçməlisiniz. Dad informasiyası almazlar, qoxu informasiyası almazlar, taktil informasiya almazlar, yazır və izah eləyir. Tək vizual da almırlar. Yəni, burada bir dinləmə də var da, audial informasiya var burada. 70-ci sualda cavabımız A variantı. Lazerli printer dəqiqədə 10 səhifə çap edir. 70 səhifəni çap etmək üçün neçə saniyə sərf olmalı? Bu riyazi bir məsələdir. Əgər 10 səhifə 1 dəqiqədə çap olunursa, 70 səhifədə 7 dəqiqədə çap olunur. 7 dəqiqəni də saniyəyə çevirməlisiniz. Bu adı riyazi məsələdir. 420 saniyə Y variantı. Aşağıdakılardan hansı sistem proqram təminatına aid deyil? Sistem proqram təminatına bilirsiniz ki, əməliyyat sistemləri, əməliyyat örtükləri, şəbəkə əməliyyat sistemləri, utilitlər, antiviruslar, driverlər, bu kimi proqramlara aiddir. İndi bizdən sistemə aid olmayanı soruşur. Antivirus servis proqramıdır, driver servis proqramıdır, arxivləşdirmə utilitdir. Kompüterin iş diaqnostikasını yoxlayan proqramlar da servis proqramıdır, kompüterə xidmət edir. Ümumilikdə kompüterə xidmət edən proqramların hamısı sistem proqramıdır. Aşağıda verilənlər bazasını idarə etmə sistemləri VBS-lər tətbiq edə bilirik ki, 72-ci sualda cavabımız Y variantı. Deyir ki, 8-lik say sistemində ən kiçik 2 rəqəmli ədədlə ən böyük 2 rəqəmli ədədin cəmini 16-lıq say sistemində tapaq. 8-lik say sistemində ən kiçik 2 rəqəmli ədəd, deməli 1, 0, 8-lik və ən kiçik 2 rəqəmli ədədlə ən böyük 2 rəqəmli ədədin cəmi. Ən böyük 2 rəqəmli ədədlə 8-lik say sistemində 77-dir. 8-liklə. Bunları toplasaq 0-dan 7 eləyir 7, 1-dən 7-ni toplasaq eləyir 8. 8-lik say sistemində 8 yoxdur deyə 8-dən 8-dən çıxıram 0. Bir dənə 8 çıxmışam deyə bir yadda alırıq 1, 0, 7, 8-liklə. Belə bir 8-lik ədəd aldıq. İndi bunu 16-lığa nətər çevirə bilərəm? Ya 10-luğa keçib 10-luqdan keçərəm, ya da 2-liyə keçib 2-likdən keçərəm. Elə gəlin belə eləyək. Keçirdək bunu 10-luğa 1 vur 8-in kvadratı plus 0 vur 8 üstü 1, 7 vur 8 üstü 0. Bu da nə verir? 64. Bu 0'dır. 64'ün üstüne de 7 gələndə 71 onluq. Bunu da 16'lığa çevirsək 4 dəfə 16'ın 64 5 dəfə çox eləyər yəqin ki 4 dəfə. 4'ü 16'ya vursaq 64. Bundan da bunu çıxsaq burada qalır 7. Deməli bu da nə verir bizə? 4, 7. 73-cü sualda cəmi 16 say sistemində ifadə elədik 47. Həcmi 16 kilobayt olan faylın 32 səhifəsinin hər birində orta hesabla 2048 simvol olarsa, faylın yazıldığı əlifbanın gücünü tapın. Həcmi 16 kilobayt olan faylın 32 səhifəsinin hər birində orta hesabla 2048 simvol olarsa, faylın yazıldığı əlifbanın gücünü tapın. Gəlin tapaq. Deyək ki, bu əlifbanın gücü n bərabərdir 2 üstü i-yə. Deməli, bu əlifbada bizim, oğlum ağlayır, bizim bir simvolumuz i bitdir. Deməli, i vurulsun 32 səhifədə və hər səhifədə 2048 dənə simvol və bunun həcmi 16 kilobaytdır. Mən bu tərəfdə bir simvolun həcmini bitlə götürmüşəm deyə 16'nı da bəri başlandan 2 üstü 13'e vururam ki, bu da bit olsun, bu da bit olsun. Olsun. Ona biz i'ni hesablasaq, 16 vur 2 üstü 13 ümumilikdə 2 üstü 17 deməkdir də. Bu 2 üstü 17'ni neyini yerəm? 2 üstü 11 buradan
2 üstü 5 də buradan. 2 üstü 16'ya bölərəm. Bu da nə verər? 2. Əgər i 2-dirsə, yəni bu 2 bit deməkdir də. Yəni bir simvolun həcmi 2 bitdir. Onda bu əlifbanın gücü n bərabərdir 2 üstü i demişdik. Yəni 2 üstü 2 deməli bu əlifbada 4 dənə simvol var. 74-cü sualda cavabımız A variantı. Deməli nədir? Verilmiş proqram fraqmentinin təyinatını. Aha. Deyir ki, A bərabərdir int input, yəni bir ədəd daxil elə. B bərabərdir str A. Həmin ədədi səfir tipinə çevir. Bunu da bizə bir kəsik kimi veribdir. Nöqtə nöqtə mənfi bir nə deməkdir? Nöqtə nöqtə əvvəldən sona qədər mənfi bir də nədir? Nömrələnmə geridəndir də. Deməli, bu daxil olunmuş ədədin tərsinə çevrilmə alqoritmidir. Yəni, proqramıdır deyək də. Yəni, siz daxil olunan ədədi bu şəkildə tərs çevirə bilərsiniz. Deməli, neyniyib? Ədədin rəqəmlərini tərsdən düzüb, B variantı 75-ci sualımızın izahıdır. Deyir ki, A dəyişəninə 3 qiyməti daxil edilmişdir. Blok sxemin nəticəsini müəyyən edin. Baxaq, blok sxemə. Deməli, A-ya 3 qiyməti daxil edəcək. Burada nələr var? Burada var A-ya 3. S bərabərdir 0, I bərabərdir 1, F də bərabərdir 1, I kiçikdir A verilibdir bizə. Deməli, S bərabərdir 0, I bərabərdir 1 və F də bərabərdir 1-ə. Deməli, I kiçikdir A-dan. Yəni, 1 3-dən kiçikdir mi? Bəli. I-ni 1 artırır. I-nin qiyməti olur 2. F-i I-yə vurur. 1-i 2-yə vurdu. Daha sonra S-in üstünə F-i gəlir. Yəni, 2-ni gələcək. Sonra davam edir. I 2 idi. 2 3-dən kiçikdir. Hə, i-ni 1 artırır. I olur 3. F-i i-yə vurur. S-in üstünə F-i gəlir. Və 3 3-dən kiçik deyil deyə yox istiqamətində S-in üstünə F-i gəlir. F6-dır, S də 8-dir. 6 ilə də 8-in cəmi S6, F8, daha doğrusu F6, S8. Bunların da cəmi bizə verir 14. Sualımızın cavabı da bizdə olacaq D variantı 14. Sonra gəldik, baxdıq nəyə? Təqdimat proqramını seçin. Deməli, burada nə olacaq? A variantı olacaq. Bu mətndir. Quark Express və InDesign proqramları, bunlar nəşriyyat sistemləridir. OpenOffice Calc-da elektron cədvəldir. 77-də A. Video faylın uzantısı MPG, MP3 səs, exe icra olunan proqram faylı, RTV mətin BMP şəkildir. Bir klasteri 8 kilobayt olan 4 megabaytlıq diskə neçə 4 kilobaytlıq fayl yerləşdirmək olar? İndi bizim belə deyək də 4 megabaytlıq diskə neçə 4 kilobaytlıq fayl yerləşdirmək olar? Yəni, biz burada 4 kilobayt bizi çağırtdırmaq üçündür. Siz birdən gəlib 4 megabaytı 4 kilobayta bölərsiniz. Yanlış eləyərsiniz. Çünki bu diskdə bir klaster 8 kilobayt. Yəni, sizin 4 kilobaytlıq faylınız klasterin həcmindən kiçik olsa da klaster qədər yer tutacaq diskdə. Yəni, hər 4 kilobaytlıq bir faylınız diskdə 8 kilobayt yer tutacaq. Yəni, mən baxmalıyam ki, 4 megabaytın içərisində neçə dənə 8 kilobayt var. Ona görə nə edirəm? 4 megabaytı 8 kilobayta bölürəm. Megabaytı da kilobayta böləndə 2/10-a vurub kilobayta çevirərəm. Bu da nə eləyir? 2/12 bölək 2/3, 2/9 eləyir. Bu da nə deməkdir? 512 deməkdir. 79-cu sualda cavabımız A variantı. Maddi modeli seçin. Təbii ki, binanın maketi deyərik. Maddi model. 80-ci sualı idi. 81-də bizə nə deyir? Deyir ki, mətn redaktorunda yazılan informatika sözündə kursor işarəsi R hərfindən sonra dayanmışdır. Yəni, bizə bunu deyir. Deyir ki, informatika
sözündə kursorda R hərfindən sonra dayanmışdı. Ardıcıl olaraq 2 dəfə backspace. Backspace nə edirdi? Kursorun dayandığı yerdən solu silirdi. R-nı və O-nu sildi. 4 dəfə delete. Delete də sağı silirdi. 1, 2, 3, 4. Və 3 dəfə A düyməsi basılıb. Baxın, indi kursor hal-hazırda hardadır? I, N, F burada qalıbdır. Bir də bu tərəfdə K qalıbdır. 3 dəfə kursorun burada bax F ilə K-nın arasında 3 dənə A hərfi olmalıdır. I, N, F, A, 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 A və bir də K. Burada 81-ci sualda cavabımız Y variantı olacaq. Yəni F ilə K-nın arasındadırsa, kursorda 3 dəfə A düyməsi sıxılıbsa, F ilə K-nın arasında 3 dənə A düşməlidir. O da bizdə Y variantındadır. Giriş qurğusunu seçin. Klaviatura. Pythonda yazılmış funksiyanın nəticəsini müəyyən edin. Müəyyənləşdirək. Deməli, biz əvvəlcə nə edirik? Əməliyyatlar yazıldığı ardıcıllıqla icra olunur. 125-i 25-ə tam böldük. Düşdü 5. 5-i 5-ə vurduq. 25. Üstə gələk. 125-in 20-yə bölünməsindən alınan qalıq 5-dir. 5-i 3-ə vurduq. 5-dirmi? Bəli, 6 düşür, 5 qalıq qalır. 5-i 3-ə vurduq, aldıq 15. 25 ilə 15 topladıq. Bu da elədi 40. Sonra 84 deyir ki, nəticəni müəyyən edin. A5, A bərabərdir 5 olsun. B bərabərdir A, B də bərabərdir 5 olsun. C bərabərdir A vur B, C də 25 olsun. D də bərabərdir C vuraq A, D də 125 olsun. C vuraq 25 vur 5, 125. Burada nə deyir? C üstə gələk, yəni 25 üstə gələk, 125 vur 2-ni hesablayaq. 250, 25, 275 verər bizə 84-cü sualda. 85-ə baxırıq. Nə deyir? Yaddaş qurğularını seçin. Sərt disk olar, scan disk utilitdir, prosesor mərkəzi qurğudur, yaddaş qurğusu deyil, CD və bir də SSD. Prosto yaddaş qurğuları soruşur. Daxili xarici ayırmayıb deyə 1, 3, 5. Sonra nə deyir? Deyir ki, A və B dəyişənlərinə hansı ədədlər daxil edilərsə, nəticə C-də vergül ilə ayır 5, 4 olar. Deməli, C-yə 5. C, A-nın 100-ə bölünməsindən alınan qalığın 10-a bölünməsindən alınan tam hissədir. Deməli, A və B dəyişənlərinə biz onda gərək bunları bir-bir yoxlayaq. Burada açıq sual kimi bunu biz necə yazacağıq? Bir dənə baxın. Variant yoxlayaq. Yəni seçim kimi də. Yəni ola bilsin ki, bu 5 seçimdən bir neçəsi ödəsin. Deməli, 1345. A-ya 1345 versəm, 1345-i 100-ə bölünməsindən alınan qalıq hesablasam, bu 13-dür. 13-ün 10-a bölünməsindən alınan qalıq 3-dür. Yəni, bu, məsələn, C-yə mənə o qiyməti verməyəcək. Bura baxıram, 1355, 1355-in, üzr istəyirəm, 1345-in 100-ə bölünməsindən alınan qalıq 45-dir. 45-in də 10-a bölünməsindən alınan tam hissə 4-dür. Yəni, mən birinci səhv dedim, yanlış dedim. Bu bir onsuz da ödəməyəcək. Amma bu ödəyər. 1355-dir. 1355-in 100-ə bölünməsindən alınan qalıq 55-dir. 55-in də 10-a bölünməsindən alınan tam hissə 5-dir. Bu C-yə 5 verir. Yəni, 2 ödəyəcək bunu. İndi bir dənə bu tərəfə də baxaq. 2494. Buradan da 4 almalıyam. 2494-ün 100-ə bölünməsindən alınan tam hissə 24-dür. 24-ün də 10-a bölünməsindən alınan qalıq 4-dür. Yəni, bu 2 mənə çıxışa 5 ilə 4-ü verir. Bura baxaq. Bu mənə 100-ə bölünməsindən alınan qalıq 84-dür. Bu mənə 8 verər. Bu olmayacaq. 50-nin 100-ə bölünməsindən alınan qalıq elə 50-dir. 50-nin də 10-a bölünməsindən alınan tam hissə 5-dir. Bu ödəyir. Burada B-nin 100-ə bölünməsindən alınan tam hissə 94-dür. 90, bu da ödəyir. Bu da ödəyəcək. 4 də ödəyəcək. Sonra burada 1055 isə 100-ə bölünməsindən alınan qalıq 55, 10-a bölünməsindən alınan tam hissə 5. 100-ə bölünməsindən alınan tam hissə 74, 10-a bölünməsindən alınan qalıq 4. Burada olacaq 2, 4, 5. Yəni bu 2, 4, 5-ci sətirlərdəki ədədlər daxil olunanda həmişə çıxışa 5 və 4 gedəcək. Verilənlərin tipi
Deməli nədir? Ə, deməli verilənlərin integer burada tam ədəddir. B-ni götürə bilərsiniz. String sətirdir, C-ni götürərsiniz. Float-da kəsrdir, Y-ni götürərsiniz. 1B, 2C, 3-dəki Y. Sonra gəldik, baxdıq. 89-da nədir? Klaviaturadan daxil edilmiş ədədin 3-ə bölünən rəqəmlərinin sayını tapan blok sxemi qurun. Maraqlıdır. Deməli belə, baxaq. Başlanğıc klaviaturadan bir dənə ədəd daxil eləyək. Məsələn, bir n ədədi daxil elədik. Bir də saymaq üçün bir k bərabərdir 0 deyə dəyişən daxil eləyirəm. İndi mən gəlib nə edirəm? Bir A dəyişəni, A dəyişəninin belə deyək də, hə, burada belə deyək, biz dövr qurmalıyıq. Deyirəm ki, nə qədər ki, mənim n ədədim böyükdürsə 0-dan, n ədədim 0-dan böyükdürsə, mən gəlirəm bir A dəyişəni götürürəm. Deyirəm ki, A bərabərdir, A bərabərdir. N-in 10-a bölünməsindən alınan qalıq. Bu, daxil edədiyim n ədədin rəqəmlərin ayrılması üçün istifadə olunacaq. Və bir də n-in özü də bərabərdir. N-in özü də bərabərdir. N-in 10-a bölünməsindən alınan tam hissə. Yəni, bu hissə n ədədinin hər dəfə rəqəmlərinə bir-bir baxmaq üçün bizə lazımdır. Və gəlib buradan nə deyirəm? Buradan təzələndən bir dənə də şərt qoyuram. Deyirəm ki, if, yəni bu şərt blokudur. Əgər mənim bu A axı bir-bir rəqəmləri ayırır, mənə də deyir ki, daxil edilmiş ədədin 3-ə bölünən rəqəmlərinin sayı. A-nın 3-ə bölünməsindən alınan qalıq bərabərdirsə 0-a, bu da 2 bərabər birlikdə yaza bilərsiniz, belə də saxlaya bilərsiniz. K bərabərdir K plus 1. Yəni, K bərabərdir K plus 1. Bir say. Bu belə. Bu həll olub. İndi gəldik bunu yox qoluda. Bunu da təzədən gəlib qaytarırıq. Belə deyək də şərtə. Təzədən gəlib qayıdır şərtə. O, belə. Bu yox qoludur, bu da hə qoludur. Şərtin ödənmədiyi halda, yəni dövrdən çıxış olduğu halda gəlib nə edirik? Çıxışa veririk. K-nı və prosesi nə edirik? Yekunlaşdırırıq. Bu, daxil edilmiş n ədədinin 3-ə bölünən rəqəmlərinin sayın proqram olacaq. Bu, belə. Sonra bizə nə deyir? 89-cu sualda klaviaturadan daxil edilmiş 3 rəqəmli ədədin rəqəmləri hasilini tapan proqramı qurun. Quraq. Deməli, gəlin belə eləyək. Python-a baxaq. Onu bizim Python-umuz. Burada buna bir balaca kiçildək ki, sualın şərti görünsün. 89-cu suala baxırıq. Aha, deyir ki, klaviaturadan daxil edilmiş 3 rəqəmli ədədin rəqəmləri hasilini tapan proqramı qurun. Yenə bir neçə üsulla yazmaq olar. İlk ağla gələn, yəni mənim ağla gələn variantı qeyd edirəm. Gəlib deyir ki, n bərabərdir int input. Yəni bir n ədədi daxil edəcəyik. N ədədini daxil elədik. Sonra hasil hesablamaq üçün bir p dəyişəni götürürəm. Bunu p bərabərdir 1 deyirəm. Və sonra deyirəm ki, n bərabərdir list str n. Yəni həmin n ədədini əvvəl sətrə, sonra siyahıya çevirirəm. Və daha sonra gəlib for dövründən istifadə edirəm. For i in range
For i in range. Ə, nə deyirəm? Heç range ehtiyac yoxdur. For i in n. Yəni n sətrinə, siyahısına birbaşa müraciət edirəm və deyirəm ki, hər dəfəsində p bərabərdir. P vurulmur. Int i. Mötərizə açaq. Int i. Və daha sonra gəlib nə edirəm? Rəqəmləri hasilini tapan proqramı qurum. Daha sonra gəlib deyirəm ki, print p. P-ni çapıyorum. İndi gəlin yoxlayaq. Run versək biz bura OK desək, şərti olaraq bunu nəsə bir adla adlandıraq. Deyir ki, n-i daxil elə. Məsələn, mən daxil edirəm 3 rəqəmli ədəd. 345. 3 rəqəmli ədədin rəqəmləri hasil. Bu nəticə verməlidir bizə 60. Yəni 3-ü 4-ə 12, 12-ni 5-ə vuramda 60. Gördüyünüz kimi 60 verir. Və yazdığımız proqram elə bir proqramdır ki, nəinki 3 rəqəmli ədəd, 2 rəqəmli, 4 rəqəmli, 5 rəqəmli ədədlərində rəqəmləri hasilini hesablaya bilər. Sadəcə proqramda 3 rəqəmli ədəd deyir deyə mən 3 rəqəmli ədəd daxil elədim. Məsələn, tutaq ki, 672 daxil edirəm. Burada mənə 84 verməlidir. Gördüyünüz kimi 84 verir. Deməli, proqramımız doğru işləyir. Fərqli variantlarda təbii ki, yazmaq olar, düşünmək olar. Yəni, belə deyək də, elə test əlimə gələn kimi spontan video çəkirikdə ilk ağlıma gələn şeyi qeyd elədim. Amma yəni, fərqli şeylər də düşünmək olar. Sonra gəldik vaxtı, deməli deyir ki, A siyahısının ən böyük elementi ilə ən kiçik elementinin cəmindən elementlərinin ədədi ortasını çıxaraq çap edən proqramı Python dilində yazın. Deməli, A siyahısı verilibdir. Deməli, A siyahısında nə verib bizə? 3 verib, 4 verib, 5 verib, 7 verib, 3, 4, 5, 7, daha sonra 4, 1, 8, 5. Aha. Nə deyir bizə? Ən böyük elementi ilə ən kiçik elementinin cəmindən elementlərin ədədi ortasını çıxaraq çap edən proqramı. Gəlib deyirəm print maksimum A, yəni A siyahısının, bunda bir dənə də mötərizədə yazaq. Maksimum A üstə gələk minimum A. Bu, ən böyük element ilə ən kiçik elementin cəmin hesablayır. Cəmindən çıxaq elementlərin ədədi ortası. Ədədi ortanında nətər hesablayıram? Sum A, yəni A siyahısının elementlərinin cəmi bölünsün len A, yəni A siyahısının elementlərinin sayı. Aha, mötərizəmizi də bağladıq. Bircə dəqiqə. Sum A bölək len A. Bu mötərizə bunu bağlayır, bu mötərizə də bunu bağlayır. Məncə səhv eləməmişik. Baxaq görək, yoxlayaq. Şey verək. Hansısa mötərizəni bağlamamışıq. Dənə yoxlayaq, görək, nəyi bağlamamışıq. Bir dənə də mötərizə. Aha, indi tam olacaq. Run verək. Okay. Belə bir nəticə verdi bizə. Deməli, gəlin, yəni hesablasaq, yəqin ki, bu doğru olar. Bunun siyahının ən böyük elementi 8-dir. Siyahının ən kiçik elementi də 1-dir. 8 ilə 1-in cəmi bizə verir 9. İndi siyahı elementlərinin ədəd ortasını çıxaraq çap edən proqramı. Ədəd ortasında burada neçə dənə element var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə element var. İndi bu siyahı elementlərinin cəmini hesablasaq, deməli, 3 üstəgəl 4 üstəgəl 5 üstəgəl 7 üstəgəl 4 üstəgəl 1 üstəgəl 8 üstəgəl 5 37 eləyir. 37-ni də gəlib bölürük. Neçə dənə element saydıq? 1, 2, 3, 4, 5, 6, 7, 8-ə. 37-ni də gəlib 8-ə böləndə 4,625 eləyir. 9-dan da 4,625-i çıxanda 4,375 verir. Yəni tamına yazdığımız proqram doğrudur. Bu da olur 90-cı sualın izahı. Artıq belə biz sizlə 10-cu siniflərində sual izahların yekunlaşdırmış olduq. Ümidvaram ki, hər birinizə
faydalı olar. Əgər sualların izahını başa düşməkdə çətinlik çəkirsinizsə və ya başa düşməkdə çətinlik çəkdirsə, bunları öyrənmək, mükəmməlləşdirmək istəyirsinizsə, davam edən əyani və onlayn dərslərimizə qatıla bilərsiniz və ya 10-cu siniflər növbəti tədris ili üçün dərslərimizə indidən qeyd olub qrafiklərini götürə bilərlər ki, dərs ilə başlayanda çətin vəziyyətdə qalmasınlar. Hər birinizə uğurlar arzulayıram. Hələlik. Növbəti videolarda görüşərik.